Hər vaxtınız xeyir olsun dəyərli insanlar. Bugün bir məsələ haqqında yenə öz fikrimi bildirmək istərdim. Bilirsiniz ki, bizim Təhsil naziri Emin Əmrullayev yenə özünə məxsus çıxışları ilə, bir fikirləri ilə gündəmə gəlir. Bir çox saytlar, xəbərlər bu məsələ haqqında paylaşımlar edir. İnsanlar bu barədə fikirlərini bölüşür. Mən də istərdim öz fikrimi bildirim. Bizim Təhsil nazirimiz qeyd edib ki, əgər şagird yaxşı təhsil ala bilmirsə, o zaman bizim müəllimə niyə maaş verməliyik, əmək haqqı verməliyik? Belə bir ifadə işlədib. Gəlin ilk öncə məsələyə keçməzdən əvvəl belə deyək ki, suala sual formasında yanaşaq ki, əgər siz belə deyirsinizsə, gəlin o zaman belə deyək ki, ölkədə əgər təhsil səviyyəsi aşağıdırsa, təhsil vəziyyəti bərbad haldadırsa, o zaman sizin kimi vəzifəsinin öhdəsindən yaxşı gələ bilməyən nazirlər niyə vəzifədə qalır? Belə bir sual verək. Əgər şagird yaxşı təhsil ala bilmirsə, demək ki, təhsilin özəyində, təhsilin fundamentində belə deyək də problemlər var. Bəli, bu günləri Emin Əmrullayev onu düzgün qeyd edib ki, şagirdlər yaxşı təhsil ala bilmir. Yaxşı, bunun səbəbini biz təkcə müəllimi günahlandırmaqla aradan qaldıra bilmərik axı və yaxud da həllini tapa bilmərik axı. Şagird yaxşı təhsil almırsa, demək ki, həmin məktəbdə problem var, həmin təhsil ocağında problem var, məktəblərin bərbad olmasında bundan əlaqələndirə bilərik və yaxud da şagirdlərin təhsilə, elmə, savada həvəssiz şəkildə yanaşmasını biz problemin belə deyək də əsası kimi götürə bilərik. Burada təkcə müəllimin, bəli, mən ondan razıyam, müəllimlərin belə deyək də elələri var ki, öz işinə yaxşı yanaşmır, yaxşı təhsil verə bilmir. Elə müəllimlər var ki, düşüncəsi, fikri ancaq məktəblərdə dərs zamanı yaxşı təhsil verməyəm, amma repetitorluq uşaqları cəlb eləyim hazırlığa, onlar gəlsin, orada yaxşı bir məşğələ belə deyək də keçə və oradan pul qazanır. Bəli, elə müəllimlər var, mən ondan razıyam. Amma məsələni ümumiləşdirərək müəllimlərin üzərində bu məsələni, bu problemi atmaq heç də düzgün məsələ deyil. Hətta bir nazirin bu düşüncədə, bu fikirdə olması mənim üçün çox yanlışdır mənə görə. Çünki ümumiyyətlə bir müəssisə rəhbəri, xüsusən də təhsil sahəsində olan rəhbər məsələyə obyektiv bir şəkildə yanaşmalıdır. Hər tərəfli məsələlərə baxmaq lazımdır, məsələyə yanaşmaq lazımdır ki, o məsələnin gerçək problemini, əsl kökündə olan həllini və yaxud da problemin kökünü görə bilsin və onun həlli yönündə istiqamətlənə bilsin, belə deyək. Dediyimiz kimi, təhsildə olan problemlər təkcə şagirdin yaxşı oxumaması və yaxud da təhsilə dediyimiz kimi həvəssiz yanaşması deyil. Eyni zamanda da orta məktəblərin dəfələrlə qeyd etmişik, bərbad halda olması və yaxud da düzgün təhsil formalaşmaması, düzgün təhsilin formalaşmaması və yaxud da dərsliklərin bərbad halda olması. Mən keçən səfər də vurğuladım bunu. Orta məktəblərdə, ibtidai siniflərdə 1-ci, 2-ci, 3-cü və 4-cü sinifə qədər olan dərsliklərin vəziyyəti olduqca bərbaddır. Yəni heç bir 1-ci, 2-ci ibtidaidə oxuyan uşaq özündən verilən dərs materiallarını tək başına həll etməsi mümkün deyil. Buna super zəka lazımdır ki, bir uşaq, fitri istedad lazımdır ki, bir ibtidaidə oxuyan uşaq o materialları, o dərs vasitələrini tək başına otursun, həll eləsin. Bu da mümkün deyil. Normal belə deyək də, düşüncə, normal bir formada olan uşaq, yəni fitri istedada malik olmayan uşaq, o həmin ibtidai dərs materiallarını yalnız tək başına oturub həll edə bilməz. Nə riyaziyyatda, nə Azərbaycan dilində, nə digər fənlərdə. Siz məsələyə bu tərəfdən yanaşın ki, bizim verdiyimiz dərs və vəsaitlər, vasitələri hansı haldadır ki, hansı vəziyyətdədir ki, uşaqlar oradan başlayaraq artıq natamam təhsil alır, təhsilini yaxşı başa vura bilmir, yaxşı qavramır və artıq yuxarı siniflərə qalxdıqca, 5-ci, 6-cı, 11-ci siniflərə qalxdıqca artıq uşaqlarda geriləmə baş verir. Bu da normaldır ki, ibtidai sinifdə normal təhsil ala bilmədiyindən məlumdur ki, ibtidaidə yaxşı təhsil ala bilmir, fundament bərbad olur və yuxarılarda, yuxarı siniflərdə artıq vəziyyət tamamilə mənfiyə tərəf gedir. Biz bunda problemi axtarmalıyıq. Bunda məsələnin həllini axtarmalıyıq. İbtidailərə
yaxşı təhsil verməli. Yoxsa biz şagird əgər yaxşı təhsil ala bilmirsə, müəllim deməli biz müəllimə niyə maaş verməliyik? Siz burada müəllimi günahlandırırsınız və burada bu da olduqca absurd bir yanaşmadır. Absurd bir məsələdir. Cənab nazir, hörmətli Emin Əmrullayev, siz məsələnin obyektivliyinə baxın, obyektiv şəkildə yanaşın. O zaman əgər istəsəz, çalışsaz, təhsildə olan bir neçə problemlərin həllini tapa bilərsiniz. Təşəkkür edirəm dinlədiyiniz üçün.